Tarixdə bu gün 4 fevral 1945-ci il. İkinci Dünya Müharibəsinin taleyini və müharibədən sonrakı dünyanı formalaşdıran Yalta Konfransı başladı. Krımda keçirilən bu görüşdə ABŞ prezidenti Franklin Roosevelt, Böyük Britaniyanın baş naziri Winston Churchill və SSR lideri Yosif Stalin bir araya gəldi. Əsas məqsəd müharibənin son mərhələsini planlamaq və müharibədən sonra dünyanın necə bölüşdürüləcəyini müəyyən etmək idi. Məhz burada Almaniyanın bölünməsi, Şərqi Avropanın taleyi və Birləşmiş Millətlər Təşkilatının yaradılması kimi qərarlar müzakirə olundu. Yaltada qəbul edilən qərarlar sonradan soyuq müharibənin əsasını qoydu və 10 illiklər boyu dünya siyasətinə təsir etdi. Bəzən bir masa arxasında verilən qərarlar milyonlarla insanın gələcəyini dəyişir. Yalta Konfransı bunun açıq nümunələrindən biridir.